Adlarını qeyd etdiyim bu əsərləri növbəti il 3-cü qrup üzrə imtahan verən bütün şagirdlər oxumalıdır. Çünki bu əsərlərdən istənilən halda blok imtahanında bir sual qarşınıza çıxır. 1. Kitab-ı Dədə Qorqud dastanı. Əsərdən bir sual mütləq varındır. 2. Koroğlu dastanı. Mütləq bir sual varındır. 3. Aldamı Kavakı povesti. Mütləq bir sual varındır. 4. Anamın kitabı və ya Qurbanəli bəy hekayəsi. Mütləq varındır. 6. İblis faciəsi. Mütləq varındır. 7. Səsli qız poeması. Mütləq varındır. 8. Qızılgül olmayadı poeması. Plus da Çınar şeiri. Mütləq varındır. 9. Dəli Kür əsəri. Mütləq bir sual varındır. 10. Xurşudbanın Natəvan dramı. Mütləq bir sual varındır. 11. Oktay Eloğlu faciəsi. Mütləq bir sual varındır. 12. Qoca və Dəniz əsəri. Mütləq bir sual varındır və 13. Gün var əsərə bərabər romanı. Mütləq bir sual varındır. Bu əsərləri mütləq yay tətilində oxuyun ki, tədris müddəti ərzində çətinlik çəkməsiniz. Hər birinizə uğurlar arzu edirəm.